Salam mənim əzizlərim, davam edirik tərəzi bürcü ilə 15-21 dekabr həftəsi görə tərəziləri nə gözləyir? Ümumilikdə işdə əməkdaşlıq, anlaşma, uğur gətirəcək, münasibətlərdə açıq, səmimi ünsiyyət problemləri asan həll etməyə kömək edəcək, sağlamlıq üçün tam stressdən uzaq olmaq, dincəlmək vacibdir. Gəlin baxaq görə kartlar bizə, üzümüzə gələn həftə tərəzilər üçün nə vəd eləyir? Deməli, şanslı müsbət hadisələr, uğur, xoşbəxtlik gözlənilir. Kiminsə arzusunun, diləyinin yerinə yetməyinə və yaxud da yəni ki, bunu onun üçün siz çox arzu edirsiniz, çox istəyirsiniz və həmin o istək reallaşır. Yaxın gələcəkdə nəticəsi qeyri-müəyyən olan, diqqət tələb edən vəziyyətlərlə qarşılaşacaqsınız. Ən güclü şans uğur göstəricisidir. Yəni, nə qədər vəziyyət qeyri-müəyyən olsa da, yəni bir dövrə girsəz də, hadisələrin gedişatında, amma şanslısınız. Sağlamlıq məsələlərinə diqqət yetirmək, düzgün qidalanmaq, istirahət və stressi azaltmaq vacibdir. Rahatlanma, yenilənmə, səyahət. Təxmini həftə sonu səyahət və yaxud da harasa bir yığışmaq kimi bir tədbir ola bilər. Yəni, bu əslində sizin xoş anlar və birlikdə vaxt keçirmək istəyinizdən asılıdır. Sabit olmayan dövr, gələcək üçün əvvəlcədən planlamağa ehtiyac var. Ümumiləşdirsək, şanslı və müsbət bir dövrün yaxınlaşdığını, uğur və xoşbəxtliyin həyatınıza daxil olacağını göstərir. Arzularınızın gerçəkləşməsi üçün əlverişli imkanlar yaranacaq. Niyyət etdiyiniz mövzular müsbət nəticə verə bilər. Bununla yanaşı, yaxın gələcəkdə nəticəsi tam aydın olmayan, diqqət və düzgün qərar tələb edən vəziyyətlə qarşılaşa bilərsiniz. Buna görə tələsmədən düşünərək hərəkət etmək vacibdir. Bu dövrdə sağlamlığınıza xüsusi diqqət yetirmək, özünüzü fiziki baxımdan qorumaq önəmlidir. Səyahət, istirahət, yenilənmə sizə rahatlıq, müsbət enerji gətirəcək. Həyatınızda müəyyən qeyri-sabitlik olsa da, gələcək üçün əvvəlcədən planlama aparmaq, möhkəm addımlar atmaq bu şanslı dövrün maksimum fayda əldə etməyinizə kömək edəcək əziz tərəzilər. Bu qədər.